Salam dəyərli şagirdlər. Bu gün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 7-ci sinif Azərbaycan suallarını cavab açarları üzərindən birbaşa, yəni izah edəcəm. Sürətli bir şəkildə izah edəcəm ki, şagirdlər tez yoxlasınlar, həm də səhvlərini başa düşsünlər. Amma hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız. O sualı geniş bir şəkildə variantlar üzərindən ətraflı izah edəcəm. İndi isə vaxt itirmədən birbaşa izaha keçək. Deməli, yəqin ki, şagirdlər mətnləri diqqətlə oxuyublar. Birinci sualda böyük çillə at oynadır bu oydu ki, yəni şaxtalı qışın gəlişi və şiddətli soyuğu göstərirdi. Yəni soyuğun şiddətini göstərirdi. 1-də A. 2-də biri mətnin adı ola bilməz. Burada diqqət eləsək, qorxudan doğan sevinç burada yox idi. Məsələn, Nihat Murad var idi, yeni şagird gəlmişdi, o var idi. Ona görə 2-də D olacaq, ola bilməz. 3-də baxaq. Deməli, Nihatın Murada pardon deyərək toxunması onun hansı xüsusiyyətini göstərir? Dir, süni nəzakətdən istifadə edirdi öz kobudluğunu gizlətmək üçün. Yəni yalandan güya bu üzr istəyirdi. 3-də B. 4-cü sualda mətndəki Nihat və Murad obrazlarını qarşılaşdırsaq, Nihat daha doğrusu hikkəli və qısqanc idi. Yəni hikkəli bu mənfi xüsusiyyətdir, Murad isə təmkinli və səmimidir. 4-də B. 5-də çərçivədə verilmiş cümləni necə şərh etmək olar? Orada yazmışdı ki, o hikkə məsələsi var yenə də. Yəni Muradın başqalarıyla səmimi münasibəti Nihatın qısqanclığını daha da alovlandırırdı. Və burada C-ni götürə bilərik. 5-də C. Deməli, gəldik 6-ya. Mətnin plan bəndlərin ardıcıllığını müəyyən edək. 6-cı sualda yazıb. Birinci, qışın gəlişi uşaqlar sevinir. Nihat öz sinif yoldaşdan soyuq münasibət bəsləyirdi. 3-2. Sonra yeni şagird gəldi, ona təqdimat oldu. 3-2-1. Bir də ən sonda 4. Muradın səmimiyyəti və Nihatın hikkəsi. 3-2-1-4. 7-ci sualda işarə əvəzli edirdi. O binanın memarlıq üslubu hansı binanın? 7-də B. 8-də hansı cümlədə mürəkkəb isim işlənməmişdir? B-də çox mərtəbəli binalar mürəkkəbdir, amma hansı binalar çox mərtəbə binalar? Yəni burada isim deyil. Çünki sualı hansı oldu? Nitq hissəsi dəyişdi. Gəldik 9-a. 9-da diqqət eləyək. Əzi yüzük. K-dan sonra saat gəldiyinə görə birinci K Y olacaq. O biri K-dan sonra heç nə gəlmədiyinə görə X hissəsi X olacaq. Deməli, bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir. Y və X hissəsi. Cavab A. Çünki biz tələffüzə baxırıq fonetik təhlildə. Doğrunu soruşurdu. 9-da oldu A. 10-da özünü saxlamaq D variantında acığını boğub sakitcə otaqdan çıxdı. Yəni özünü saxladı. 10-da D. 11-də məhsul növü soruşur. Burada diqqət eləsək, məktəbin həyətində ağaclar səhər erkəndən suvarıldı. Ağaclar nə, kim tərəfindən suvarılıb bilinmir. 11-də C. Bir dənə 12-də, daha doğrusu D variantını deyim. Orada şəxssizdir. Məhsulu oxşasa da mübtədası olmadığına görə şəxssiz cümlədir. 11-də, yəni D variantı şəxssizdir. Biz C-ni götürdük. 12-də i demiş artıra bilməsək də i-si artıra bilərik. Oxududu demək olmaz, oxudumuş demək olmaz, amma oxudusa demək olar. 12-də A. 13-də cümlələrdən birində saydan sonra gələn ismin cəmdə işlənməsi xeylidən sonra gələn isim təkdə olmalıdır. 13-də B. 14-də çoxaltma dərəcəsində olan sifəti müəyyən edin. Bu xırdacadır. Cacə çoxaltma düzəldir. 14-də D. 15-də qı əvəzlənməsi baş vermək üçün sait yox, samit artırmalıyıq. Ona görə 15-də D olacaq. Çıxışlıqdan. Qonaq, qonaqdan. Qı-qıya çevrilmədi yazılışda. Sonra 16-da bir dənə baxaq. Mənsubə şəkilçili isimlə başlayıb. Kitabın, belə deyim də, yüksək qiymətləndirilir. Sənin kitabın. Bu da mənsubiyyətdir. A variantı. 17-də feilin iki müxtəlif təsriflənməyən formasına aid nümunə deyir. Diqqət eləyək. Burada C variantına baxaq. Diqqətlə oxuyandan sonra an, ən, feili sifət, işləmək, maq, bu da məsdər. Keçək 18-ə. 18-də fərqləndirilmiş sözün tərkibində bir cür yazılan şəkilçi işlənməmişdir. B variantında aşkarlanmışdır. Lan, lən 2 variant, mış 4 variantdır, 4 variant. 18-də B. Sonra biz 17-nin variantını dediyimi 17-də C oldu. 18-də də B. 19-da zərfi soruşur bu cümlədə sürətlə necə tərz bildirir. Gəldik Filarmoniya bağına, bu mətnə. Bu mətndə yəqin uşaqlar diqqətlə oxuyub birbaşa cavabları deyim. Burada Nikolay bağı, yəni orada işlənməmişdir. Var idi Qaratskoy sad, yəni şəhər bağı kimi tanınır.
Sonra Mixail bağı var, Pioner var, Vahid var, amma Nikolay yox idi. 21-də qonaq burada insan mənasındadır. Yəni qonaqlıq deyil ki, ona biz ziyafət deyək. Qonaq başqa şeydir. Qonaq yəni belə deyim də, anlayış olaraq başqa anlayış bildirir. Qonaqlıq isə ziyafətdir. Burada qonaqlıq yox, qonaq insandan söhbət gedir. 21-də A olacaq. 22-də mətnin məzmununa əsasən ən sonuncu baş vermiş hadisə. Ən sonda yazmış ki, burada nadir ağac növləri, palıd, sidr və göyrüş ağacları əkilib. C variantı 22-də olacaq. 23-də kursivlə verilmiş abzasda əsasən hansı nəticəyə gəlmək olar? Kursivdə yəni gəlmək olmaz deyir. Filarmoniya bağının adının bir neçə və dəyişməsi kursivin içərisində deyildi. Kursivdən sonraki cümlələrdə idi. Ona görə 23-də A olacaq. 24-də məcazilik, yola düşmək. Burada yolu düşmək daha doğrusu. Diqqət eləsək, cümləni oxuyun burada. Buraya yolu düşən hər kəsi. Bu məcazi mənadadır. 24-də B, 25-də də həm giriş, həm də nəticə hissəyə aid olan cümlə birincini götürəcək. Sadəcə birincini yazıb orada. Həm paytaxt sakinlərin, həm də qonaqların üst tutduğu məkanlardan biridir. Girişdə birinci cümlədə də var. Ən sonda da sonuncu cümləni də oxusaz görə bilərsiniz. Həm yerli sakinlər, həm də şəhərin qonaqları. Belə. Sürətli bir şəkildə bütün sualları izah etdik. Əgər video sizin üçün faydalı oldusa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İnşallah növbəti sınaqlarında bu cür sürətli şəkildə izahını yerləşdirəcəm. Diqqətinizə görə təşəkkürlər.